Salam şagirdlər. Bu videoda 13 fevral 2022-ci il tarixində keçirilmiş DİM sınaq fizika suallarının izahına baxacağıq. İlk sualımıza baxaq. Birinci müstəvi güzgü üzərinə düşən şüa ikinci müstəvi güzgüdən əks olunduqdan sonra hansı nöqtədən keçər? Biz bilirik ki, şüa hansı bucaq altında düşürsə, həmin bucaq altında da qayıdır. Deməli, birinci güzgün üzərinə düşən şüa öz yoluna bu istiqamətdə davam eləyəcəkdir və ikinci güzgünün üzərinə düşdükdən sonra da bu istiqamətdə öz yoluna davam eləyər. Deməli, L nöqtəsindən keçər. Doğru cavab B variantı. 32-ci sualda sükunətdə olan cisim şəkildə təsvir olunan 3 qüvvənin təsiri ilə hərəkətə başlayır. Bu qüvvələrdən hansı və ya hansılar mənfi iş görür? Demək, sükunətdən hərəkətə başladığı üçün V0 bərabərdir 0-a və sürət əvəzləyici qüvvə istiqamətində yönələcəkdir. Bunlardan hansı qüvvələr sürət ilə iti bucaq əmələ gətirirsə müsbət iş görür? Hansılar kör bucaq əmələ gətirirsə onlar mənfi iş görəcəkdir. İlk öncə F3 və F2 qüvvələrinə baxaq. Bu qüvvələr əks yönəlmişdir. Əks istiqamətdə qüvvələr yönəldikdə deməli, əvəzləyici qüvvəni tapdığımız zaman bunların fərqini tapırıq və əvəzləyici qüvvə böyük qüvvə istiqamətində yönəlir. Deməli, F2 bərabər 2F və F3 bərabər F qüvvələrin əvəzləyicisi sağa doğru olacaqdır. Çünki 2F F-dən böyükdür və bunların fərqi F eləyir. Sonra F1 bərabər F ilə tapdığımız F 90 dərəcə bucaq əmələ gətirir. Bunların əvəzləyicisi bu istiqamətdə yönələr və qeyd elədik ki, sürət də əvəzləyici qüvvə istiqamətində yönəlir. Sonra F2 bərabər 2F tapdığımız sürət ilə iti bucaq əmələ gətirir. Deməli, bu müsbət iş görür. F1 bərabər F demək, sürət ilə iti bucaq əmələ gətirir. Demək, bu da müsbət iş görür. F3 bərabər F isə demək, kör bucaq əmələ gətirir. Deməli, bu mənfi iş görür. Demək, hansılar mənfi iş görür? Yalnız deməli, F3 olar. Demək, doğru cavab D variantı olar. 33-cü sualda eyni sürətə malik elektron qeyri-birciz maqnit sahəsinə göstərilən istiqamətdə daxil olur. Hansı elektrona təsir edən Lorentz qüvvəsi deməli ən böyükdür. Lorentz qüvvəsi QVB deməli perpendikulyar istiqamətdə daxil olur. Demək, sinüs alfa 1 qiymətini alır. Deməli, Lorentz qüvvəsinin böyük qiymətini soruşduğu üçün deməli B-nin də böyük qiymətini biz götürməliyik. Deməli, elektron maqnit sahəsinə daxil olub, deməli, daxildə deməli B-nin qiyməti ən böyük olur. Yəni sıx olan hissədə B-nin qiyməti daha böyük olur. Deməli, doğru cavab D variantı olar. 34-cü sualda müstəqil qaz boşalması zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impulsu hansı ifadə ilə təyin edilir? Deməli, biz P kvadrat bölünsün 2m-i bərabər eləyəcək y elə. Biz buradan P kvadratını tapsaq 2m y l və bundan kök alsaq P bərabər kök altında 2m y l şəklində olacaqdır. Deməli, doğru cavab E variantı olar. 35-ci sualda radioaktiv elementin nüvələrin sayı 6 sutq ərzində 4 dəfə azalmışdır. Bu elementin radioaktiv nüvələrin sayı 12 sutq ərzində neçə dəfə azalır? N bölünsün N0 bərabər 2 üstü mənfi T bölünsün T şəklində düsturu qeyd edə bilərik. Deməli, 6 sutq ərzində 4 dəfə azalıb. 4 dəfə azaldığı üçün 4də 1 yazırıq. 4də 1 bərabər 2 üstü mənfi 6 bölünsün T. 4də 1-i biz 2 üstü mənfi 2 şəklində yazırıq. 2 üstü mənfi 6 bölünsün T və biz buradan T-ni 3 sutqa tapmış oluruq. Və sonra bizdən soruşur ki, 12 sutq ərzində neçə dəfə azalar? Yenə düsturu qeyd eləsək, N bölü N0 bərabər 2 üstü mənfi T bölünsün T. Deməli, bərabərdir 2 üstü mənfi 12 bölünsün 3 2 üstü 12-ni 3-ə böləndə mənfi 4 eləyər. 2 üstü mənfi 4 16-da 1 eləyər. Deməli,
16 dəfə azalar. 36-cı sualda mənfi nöqtə və Q0 yükünün yaratdığı elektrik sahəsində mənfi Q yükü AB istiqamətində necə hərəkət edər? Deməli, F bərabər K vurulsun, modulda Q1 vur, modulda Q2 bölünsün R kvadrat. AB istiqamətində hərəkət zamanı R artır. R artırsa, demək qüvvə azalacaqdır. Qüvvə azalırsa, deməli təcil də azalar. Və yüklərin işarələrinə diqqət yetirsək, hər ikisi mənfi yükdür. Hər ikisi mənfi yük olduğu üçün mənfi yükdən uzaqlaşırsa, deməli yeyinləşən hərəkət eləyəcəkdir. Azalan təcillə yeyinləşən olar. Demək doğru cavab D variantı olar. 37-ci sualda deməli kök altında kiloqram vur joule. Kiloqram vurulsun. Joule'un yerinə biz kiloqram vurulsun metr kvadrat bölünsün saniyə kvadratı yaza bilərik. Deməli, məxrəcdə olacaqdır. Coulomb-un yerinə amper vurulsun saniyə. Tesla'nın yerinə Newton bölünsün amper vur metr olar. Və biz buradan amperləri ixtisar apara bilərik. Kök altından çıxacaqdır kiloqram vur metr böl saniyə. Deməli, məxrəcdə bir saniyə var. Məxrəcdə olan bu metr kəsrin surətinə qalxacaqdır. Deməli, olacaqdır metr burada olacaq. Newton'un da açılışını yazsaq kiloqram vur metr böl saniyə kvadrat olar. Deməli, bu saniyə məxrəcə düşür və saniyə kvadratları ixtisar gedir. Kiloqram vur metrdən burada kiloqram vur metr qalır. İxtisar gedir, qalır metr. Deməli, uzunluq vahidi olacaqdır. 38-ci sualda verilmiş kütləli ideal qazın sıxlığının təzyiqdən asılı qrafiki göstərilmişdir. Hansı qrafik bu prosesdə qazın həcminin mütləq temperaturdan asılılığına uyğundur? Demək, 1-2 prosesinə diqqət yetirsək, rho P-dən düz asılıdır. Deməli, düsturu qeyd eləsək, rho bərabər P vurulsun M bölünsün RT. Deməli, əgər 1-2 prosesində rho P-dən düz asılı olubsa, deməli, temperatur sabit olur. Demək, 1-2 hissəsində deməli, temperatur sabitdir. 2-3 hissəsinə diqqət yetirsək, 2-3 hissəsində sıxlıq sabit qalıb. Məsələn şərtində verilmiş kütləli deyir. Sıxlıq sabit, kütlə sabit. Deməli, 2-3 hissəsində həcm sabitdir. Deməli, 3-4 hissəsinə baxsaq, 3-4 hissəsində deməli, təzyiq sabitdir və sıxlıq neyniyir? Azalır. Sıxlıq azalırsa, deməli, bunun həcmi artacaqdır. P vurulsun V mütənasibdir T. Təzyiq sabit. Təzyiq sabitdir. Deməli, bunun həcmi artırsa, deməli, temperatur da artacaqdır. Deməli, 1-2 hissəsində deməli, temperatur sabit idi. Sıxlıq artdığı üçün həcmi azalırdı. 2-3 hissəsində həcm sabit idi. 3-4 hissəsində də həm həcm artırdı, həm də temperatur. Demək, buna uyğun gələn variant A variantı olacaqdır. 39-cu sualda düzxətli bərabər yavaşlayan hərəkət edən cismin sürəti şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyici hansı istiqamətdədir? Biz bilirik ki, təcil əvəzləyici qüvvə istiqamətində yönəlir. Bərabər yavaşlayan hərəkət olduğu üçün sürət vektoru ilə təcil vektoru əks istiqamətdə yönəlir. Deməli, sürət vektoru yuxarı istiqamətdə yönəlibsə, deməli, təcil vektoru da bu istiqamətdə yönələcəkdir və əvəzləyici qüvvə bu istiqamətdə olar. Deməli, 4 istiqamətində olar A variantı. 40-cı sualda hansı qrafik sərbəst düşən cismin potensial enerjisinin zamandan asılılığına uyğundur?
Deməli, sərbəst düşən cismin potensial enerjisinin zaman asılılığını soruşur. Deməli, müəyyən bir müddətdən sonra deməli bunun potensial enerjisi hündürlük azaldığı üçün azalacaqdır. Yəni zaman keçdikcə bunun hündürlük azalır, hündürlük azaldığı üçün potensial enerjisi də azalacaqdır. Və demək Y potensial bərabər mgh yaza bilərik. H-ın da yerinə mg, H-ın da yerinə gt kvadrat bölünsün 2 yaza bilərik. Yəni kvadratik azalma olacaqdır. Buna uyğun gələn variant D variantıdır. 41-ci sualda deməli elektrik tutumu S1 olan yüklənmiş kondensatorun lövhələr arasında gərginlik 20 voltdur. O elektrik tutumu S2 olan yüksüz kondensator ilə birləşdirdikdən sonra U gərginliyini hesablayın. Deməli ikincinin yükü yoxdur. Burada Q bərabər 0-dır. Birinci hissədə deməli Q-nü tapsaq Q bərabər SU-dur. Tutum 7-dir. Gərginlik 20-dir. Bu 100, 140 olar. Deməli U gərginliyini biz hesablasaq U bərabərdir Q bölünsün S. Yəni Q ümumi böl S ümumi. Burada deməli kondensatorlar paralel birləşib. Paralel birləşdiyi üçün S-nin yerinə S1 plus S2 yazırıq. Deməli burada 140-dır, digəri yüksüzdür. Deməli biri 7 plus 3. Deməli 140 bölünsün 10, bu da 14 volt eləyər. Doğru cavab C variantı olar. Demək 42-ci suala baxaq. Açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətni tamamlamaq olar? Deməli, mexaniki dalğalar zaman keçdikcə elastik mühitdə yayılma prosesidir. Deməli, mexaniki dalğalar mexaniki rəqslərin zaman keçdikcə elastik mühitdə yayılma prosesidir. Deməli, vakuumda deməli yaranmır. Deməli, bu mexaniki dalğa olur. Deməli, mexaniki dalğalar vakuumda yaranmır. Mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətindən perpendikulyardırsa, belə dalğa eyninə dalğa adlanır. Bu dalğa isə mühitdəki dalğanın yayılma istiqamətinə paralel olur. Deməli, burada bu uzunla dalğa olacaqdır. Uzunla dalğa deməli, uzunla dalğada isə mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə paralel olur. Deməli, sonra bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafədir. Bu dalğa uzunluğudur. Deməli, burada 2 olar. Yəni, deməli, dalğanın sürəti dalğa uzunluğunun deməli, rəqs perioduna nisbətinə bərabərdir. Deməli, 5, 3, 1, 6, 2, 4. Doğru cavab D variantı olar. 43-cü sualda hansı qrafik mayeyə tam batırmış cismin çəkisinin mayenin sıxlığından asılılığını ifadə edir? Deməli, P bərabər deməli, P bərabər mg çıxılsın F Arximed bərabər mg çıxılsın J rho maye vurulsun V batan. Deməli, burada P-nin deməli, rho mayədən asılılıq qrafiki deməli, C variantı olacaqdır. Deməli, bir halından 2 halına keçərkən 2 mol ideal qazın gördüyü işi hesablayın. Deməli, P vurulsun V mütənasibdir T. Bir prosesinə 2 prosesinə keçəndə göründüyü kimi PT-dən düz asılı. PT-dən düz asılıdırsa, deməli bunun həcmi sabitdir. Həcm sabitdirsə, deməli iş görülməyəcəkdir. Doğru cavab D variantı olar. 45-ci sualda liftdəki tərəzinin üzərinə adam dayanmışdır. Lift şaqlı yuxarı yönəlmiş A bərabər 0,5 təcili ilə hərəkət etdikdə tərəzinin göstərişi necə dəyişər? Deməli, birinci halda
deməli P1 bərabər mg idi. İkinci halda deməli bu təcillə yuxarı hərəkət edilib. M vurulsun j plus a-nın yerinə biz 0,5 yazacağıq. Deməli olacaqdır 1,5 mg. Deməli bunun çəkisi deməli 1,5 dəfə artdı. Deməli tərəzinin də göstərişi 1,5 dəfə artar. Doğru cavab E variantı olar. Deməli düz xətt boyunca hərəkət edən cismin koordinatının zamanda asılılıq qrafiki verilmişdir. Hansı nöqtəyə uyğun zaman anında cismin sürətinin modulu 0-a bərabərdir? Deməli təpə nöqtələrdə cisim dayanır. Deməli doğru cavab 3 olacaqdır. Yəni burada təpə nöqtəsi 3 nöqtəsidir. E variantı olar. 47-ci sualda eyni müqavimətə malik 4 naqil sxemdə göstərildiyi kimi dövrəyə qoşulmuşdur. Voltmetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Deməli bu voltmetrlər bir-birinə ardıcı qoşulmuşdur. Deməli U bərabərdir I vurulsun R'dir. Deməli U1'in U2'ye bərabərdir, R1'in R2'ye nisbəti şəklində yaza bilərik. Deməli, rezistorlara baxsaq, deməli, bunlar bir-biri ilə deməli, paralel birləşmişdir. Paralel birləşdiyi üçün, deməli, müqavimətin qiymətləri bərabərdir. Demək, birinin müqavimətin bölük sayına. İkinci halda isə bunlar ardıcı birləşmişdir. Deməli, burada 2 eləyəcəkdir. Və biz buradan R-lər ixtisar apara bilərik. 4'də 1 qalacaqdır. Deməli, U2 bərabər 4U1 olar. Demək, doğru cavab B variantı olar. 48-ci sualda müxtəlif maddələrdən eyni ölçülü silindrik şəkildə nümunələr hazırlanmışdır. Hansı maddədən hazırlanan nümunənin sərtliyi daha böyükdür? Deməli, K bərabər S vurulsun Y bölünsün L0. Deməli, biz burada deməli, Young moduluna baxacağıq. Y-nin qiyməti hansında böyükdürsə, deməli, sərtliyi daha böyükdür. Buradan göründüyü kimi, deməli, poladın sərtliyi, daha doğrusu Young modulu verilib 210. Deməli, onun sərtliyi ən böyükdür. Deməli, polad olar. Doğru cavab A variantı olar. 49-cu sualda linzalardan hansılar səpicidir? Deməli, səpici linzalarda ortası kənarlarına nəzərən deməli, daha nazik olan linzaya deyirik. Deməli, birinci linzaya baxsaq, ortası kənarından daha nazikdir. Deməli, 1'i götürə bilərik. 2 də ortası kənarından qalındır. 3 də ortası kənarından qalındır. 4'də də həmçinin. Bir də 5'də ortası kənarından nazikdir. Demək, 1 və 5 doğru cavab C variantı olar. 50-ci sualda silindrik porşenin altında olan buxarın izotermik genişlənməsi zamanı halının dəyişməsi diaqramı təsvir olmuşdur. Diaqramın AB və BC hissələrində buxarın konsentrasiyası necə dəyişər? Deməli, izotermik prosesdə sabit temperaturda doymuş buxarın təzyiqi, sıxlığı, konsentrasiyası dəyişmir. Deməli, AB hissəsində təzyiq sabit olduğu üçün deməli, AB hissəsində buxarın konsentrasiyası da dəyişməz. BC hissəsində isə deməli, həcmi artır. Həcm artdığı üçün konsentrasiya azalacaqdır. Deməli, doğru cavab B variantı olar. 51-ci sualda maşın və dəzgahlarda dircəkli və kürəcikli yastıqlar nə üçün tətbiq olunur? Demək, sürtünmə qüvvəsini azaltmaq üçün demək, tətbiq olunur. 52-ci sualda 30 metr hündürlükdən 5 metr böl saniyə deməli, sürətlə şaquli yuxarı atılmış cisim atıldıqdan 2 saniyə sonra yer səthindən hansı hündürlükdə olar? Bu sualı düsturdan bu şəkildə yaza bilərik. Deməli, H bərabər H plus V0T çıx JT kvadrat bölünsün 2 şəklində yaza bilərik. Deməli, 30 metr plus başlanğıc sürət 5
vurulsun 2 çıxılsın j 10 vur 2'nin kvadratı bölsün 2 şəklində yaza bilərik. Burada 30 plus 10 çıxılsın 2'nin kvadratı 4. 4'dən 2 çıxsa getdi 2. 2 onun da 20. Deməli 30 plus 10 40 çıxılsın 20. Bu da 20 metr olar. Deməli doğru cavab A variantı olar. 53-cü sualda induksiyası 5 milli Tesla olan maqnit sahəsində yerləşən 40 kvadrat santimetr müstəvi səthdən keçən maqnit selini mikroveberlə deməli hesablayın. Düsturu qeyd eləsək, fi bərabər bs kosinus alfa. Deməli, məsələnin şərtində deyir, maqnit sahəsinin induksiya vektoru səthə perpendikulyardır. Deməli, biz burada götürdüyümüz bucaq deməli 90-dan çıxırıq. Həmin o bizə verilən bucağı 90 dərəcəni. Deməli, bu da kosinus yaddan çıxdı burada. Deməli, bs kosinus 0 dərəcə olacaqdır. Yəni, fi bərabər bs kosinus alfa düsturunda olan alfa n-lə b arasında, yəni normaldan B maqnitinin induksiya vektor arasında olan bucaqdır. Məsələnin şərtində B-dən S arasında olan bucağı 90 dərəcə verib. Deməli, biz 90-dan çıxmalıyıq ki, burada verilən alfanı tapmış olaq. Deməli, kosinus da 0 dərəcədə 1 qiymətini alır, olur BS. Deməli, B-nin qiyməti 5 milli Tesladır. Milli 10 üzərinin mənfi 3'dür. Tesla. S 40 kvadrat santimetrdir. 40 deməli vurulsun 10 üstü mənfi 4 metrin kvadratı olacaqdır. Bunların deməli hasilini tapsaq 5 vur 10 üstü mənfi 3 vurulsun 40 vur 10 üstü mənfi 4. 5'i 40'a vursaq 200 eləyər. 200 vurulsun 10 üstü mənfi 7. Deməli bizdən mikro soruşur. Mikro 10 üzəri mənfi 6'dır. Deməli burada olacaqdır 20 vur 10 üzərində mənfi 6 Weber. Deməli 10 üzəri mənfi 6 da mikrodur. Deməli doğru cavab olacaqdır 20 deməli mikro Weber. Deməli bu sualın cavabı olacaqdır 20. Növbəti sualda deməli şaqlı yuxarı atılmış cismin kinetik enerjisinin potansiyel enerjisinin asılılıq qrafiki vermişdir. Cismin maksimal qalxma hündürlüyünün A nöqtəsinə uyğun hündürlüyə deməli nisbətini tapın. Deməli burada cismin kinetik enerjisi 24 joule verilib, tam enerjisi 32 joule verilib. Deməli bunun potansiyel enerjisini tapsaq, eləyəcəkdir 24 32-dən 24'ü çıxacaq, bu eləyəcəkdir 8. Deməli 8 joule bunun potansiyel enerjisidir. Bizdən deməli cismin A nöqtəsinə uyğun deməli maksimal qalxma hündürlüyünün A nöqtəsinə uyğun hündürlüyə nisbətini soruşur bizdən. Yəni biz bilirik ki tam enerji nəyə bərabərdir? mg böyük aşağı potansiyel enerjisi mg kiçik aşağı bərabərdir. Deməli biz böyük aşın kiçik aşa nisbətini tapanda elə 32'ni 8'e bölüb tapa bilərik. Bu da 4 eləyər doğru cavab. 55-ci sualda sarğaclarda maqnit seli və maqnit sahəsinin enerjisi arasındakı münasibətlərdən hansılar deməli doğrudur? Deməli maqnit seli fi bərabər L vurulsun I-yə. Burada induktivliklərə baxsaq deməli L I-nin yerinə məsəl üçün U bölünsün R yaza bilərik. Sarğacların aktiv müqavimətləri nəzərə alınmır. Deməli sarğaclar paralel birləşmişdir. Gərginliklər deməli gərginlik sabitdir. R-lərin də qiyməti eynidir. Deməli biz induktivliyə baxacağıq. Buradan göründüyü kimi birincinin induktivliyi ikincidən 2 dəfə çoxdur. Deməli fi-nin də qiyməti fi1 bərabər 2 fi2 şəklində olacaqdır. Deməli doğru cavab 1 olacaqdır. Sonra maqnit sahəsinin enerjisinə baxsaq W bərabər L I kvadrat bölünsün 2. Yenə eyni qayda ilə burada induktivliklərə baxacağıq.
Maqnit sahəsinin enerjisi də deməli birincinin induktivliyi ikincidən 2 dəfə çox olduğu üçün deməli W1 2 W2-yə bərabər olar. Deməli burada 3 doğru cavab olar. 56-cı sualda radiusu 6 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə müddətinə çatırsa, onun xətti sürətini hesablayın. Deməli, 60 dərəcəli bucağı dönmək üçün 2 saniyə vaxt sərf eləyib. Çevrə özü 360 dərəcədir. 360 dərəcədə dönməyə period qədər vaxt sərf eləyir. Buradan biz çarpaz vursaq 60 dərəcə vurulsun T bərabər 360 dərəcə vurulsun 2. 360-dan 60 çıxsa gedir 6. 6 2-də 12. Deməli period 12 saniyədir. Deməli bizdən sürəti soruşur. V bərabər 2 pi r bölünsün T. 2 vur P-nin qiyməti 3. R-in qiyməti 6-dır. Periodda 12 tapdıq. Buradan da xətti sürətin 3 olduğunu tapmış oluruq. 57-ci sualda cəryan keçən düz naqildən eyni məsafədəki nöqtələrdə yaratdığı maqnit sahəsinin induksiya vektorunu. Buradan görürük ki, cəryan nöqtə verilib, yəni şəkildən bizə doğru yönəlib. Deməli, maqnit induksiya vektorun istiqamətini deməli sağ əl qaydası ilə tapa bilərik. Baş barmağımızı cəryan istiqamətində yönəldirik. Bu zaman bükülmüş 4 barmağımız maqnit induksiya vektorunun istiqamətini verir. Deməli, cəryan şəkildən bizə yönəlib. Deməli, baş barmağımızı özümüzə tərəf yönəldirik. Bu zaman bükülmüş 4 barmağımız deməli sola doğru yönəlmiş olacaqdır. Deməli, A nöqtəsində deməli sola doğru yönələr. B nöqtəsində də aşağı, C nöqtəsində də bu istiqamətdə yönələcəkdir. Deməli, sol tərəfə yönəlib, deməli 1-ə gedəcəkdir B, 2-yə gedəcəkdir, şaqul aşağı yönəlib C, 3-ə gedəcəkdir, deməli A variantı, sağ tərəfə yönəlib. Deməli, 58-ci sualda deməli, müqavimətləri R1 bərabər 12 ohm və R2 bərabər 6 ohm olan közərmə lampaları sabit gərginlik mənbəyinə qoşulmuşdur. Deməli, K açarını qapadıqdan sonra hansı lampa daha parlaq yanar? Deməli, bizdən soruşur hansı lampa daha parlaq yanar? Deməli, dövrənin sxemini çəksək belə çəkə bilərik. Deməli, şəklə uyğun olaraq deməli, bura müsbətdir, bura mənfidir. Deməli, burada gəldik. Deməli, K açarıdır. K açarın deməli bu şəkildə çəkdik. Bu olsun bizim birinci lampamız. Bu da olsun bizim ikinci lampamız. Deməli, bu da olsun həmin o K açarı. Deməli, bizdən soruşur ki, hansı lampa daha parlaq yanar? Deməli, Q bərabərdir. U kvadrat bölünsün R vurulsun T'yə. Deməli, bizdən deyir hansı lampa daha parlaq yanar? Deməli, hansının müqaviməti daha kiçikdirsə, deməli, həmin lampa daha parlaq yanacaqdır. Burada müqavimətlərə baxsaq, R1 bərabər 12 ohm, R2 bərabər 6 ohm. Deməli, ikinci lampanın müqaviməti daha kiçikdir. Deməli, ikinci lampa daha parlaq yanacaqdır. Deməli, müqavimət az olduğu zaman deməli, parlaqlıq çox olar. Sonra 59-cu sualda eyni zaman müddətində lampalarda ayrılan istilik miqdarının nisbəti nəyə bərabərdir? Deməli, Q deməli 1-in Q2-yə nisbəti
zaman sabitdir. Demək bunlar paralel qoşulub. Deməli R2-nin R1-ə nisbəti şəklində biz yaza bilərik. R2 6-dır, digəri də 12-dir. 6 bölünsün 12, bu da 0,5 eləyər. Sonuncu sualda mənbənin sıxaclarındakı gərginlik 9 volt, 8 saniyə müddətində dövrədə ayrılan istilik miqdarı nəyə bərabər olar? Q bərabər U kvadrat bölünsün R vurulsun T-yə. Deməli, müqavimətlər paralel birləşmişdir. Lampalar paralel olduğu üçün müqaviməti tapanda bu şəkildə tapacaq. R bərabər R1 vur R2 bölünsün R1 plus R2. Yəni 12 vurulsun 6 bölünsün 12 plus 6. Eləyər 72 bölünsün 18, bu da 4 eləyər. Deməli, U-nun kvadratı eləyər 9-un kvadratı 81 bölünsün 4 vurulsun 8-ə. 8-dən 4 ixtisar gedir. 2 qalır. 1 2-nin 2, 8 2-nin 16. 162 joule olar. Belə şagirdlər inşallah sizlər üçün faydalı olar. Sağ olun.